Hazreti Süleyman bütün dilləri bilirdi də. Bilirdi. İki dənə quş danışırdı, onların danışığına qulaq asdı. İki dənə balaca quş, serçə. Gördü, elə bil bunlar bir-birinə yoldaşdılar. Amma o erkək o birisinə ki öz yoldaşıdır, ona hədəliyir onu. Deyir ki, sən mənim sözümə baxmırsan, sən tanımırsan məni. Əgər mən istəsəm, Süleymanın binasını dimdicimdə götürərəm, tullayaram dənizə. Hazreti Süleymana qəribə gəldi bu söz. Onu çağırdı. Dedi ki, mən eşidirdim sizin danışmağınızı. Sən necə götürərsən Süleymanın binasını tullayarsan dənizə? Dedi ki, ya Nəbiyyəllah, ay Allahın Peyğəmbəri, o mənim yoldaşımdır. O mənim bəzən sözümə baxmır. Mən yerdən bir dənə daşı götürə bilmirəm, balaca daşı. Mən binanı necə götürərəm? Amma kişiyəm da, kişi yoldaşına görə belə söz deyə də, kişi nə eləyər bə? Sonra deyir, o birisin çağırdı. Dedi ki, sən bunun sözünə niyə baxmırsan? Dedi, o mənə yalan danışır. Çox əsas söz buradadır, əsas hissəsi bu sözün. Deyir, dedi, o mənə yalan danışır. Ona görə. Dedi, nə yalanı danışır? Dedi, bu mənə deyir, səni sevirəm. Amma mən görürəm, bu başqası ilə da gəzir. Oradan bilirəm, bu yalan danışır mənə. Odur, mən buna inanmıram. Deyir, mən səni sevirəm. İddia eləyir, amma əməl o deyir. Yazırlar, Süleyman 40 gecə bu sözə ağladı. 40 gecə. Dedi, ilahi, mən də sənə deyirəm, səni sevirəm. Mən də iddia edirəm, səni sevirəm. Amma görəsən, mənim əməlim necədir? Əməl sözünə düz gəlir, yoxsa düz gəlmir?